Yaşıl çay və ya matcha çayı hansı daha populyardır? Hər ikisi yaşıl çaydandır. Yəni qohumdular, eyni deyil. Yaşıl çay matchadan fərqli olaraq daha az işlənmiş, təbii çayın bir saxlanmış vəziyyətidir. Matchada isə daha konsentrat, yarpaqların xüsusi işləmə hesabına daha konsentrat bir çay hazırlanır və buna görə matchanın bioloji dəyəri daha üstündür. Matchanın içində antioksidantlar dəfələrlə yaşıl çaydan çoxdur. Amma bununla yanaşı kafeini də çoxdur. Yaşıl çayı biz daha davamlı gün ərzində içə bildiyimiz halda matchanı o qədər içə bilməyəcəyik və onun həmən təsirini hiss edəcəyik. Bax, bu dediklərimi nəzərə alsaq, hansı daha faydalıdır? Mən o seçimi etməyi sizə buraxıram. Siz hədəflərinizə uyğun olaraq, o içdiyiniz çaydan almaq istədiyinizə uyğun olaraq qərar verin. Amma unutmayın ki, yaşıl çayı gün ərzində içə bildiyiniz halda matchanı o qədər içə bilməyəcəksiniz.